Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül bəlağa. Allahın dostları, cəmaat, dünyanın zahirinə baxanda onun batininə baxanlar. Cəmaat onun bu günü ilə məşğul olanda onun sonu ilə məşğul olanlardır. Beləliklə, onlar dünyanın onları öldürməsindən qorxduqları şeyi öldürərlər. Onun onları tərk edəcəyini bildikləri şeyini tərk edərlər. Dünyadan başqalarının çox bəhrələnmələrinin az olmasını və dünyanı əldə etmələrinin itirmək olduğunu görərlər. Onlar cəmaatın barışdığı şeylə düşmən, cəmaatın düşmən olduğu şeylə isə barışıqdadılar. Kitab onların vasitəsilə tanındı və onlar da həmin kitabla tanıdılar. Kitab onların vasitəsilə öz yerində qaldı və onlar həmin kitabla qaldılar. Öz ümid və arzularından üstün ümid, qorxularından üstün qorxu görmürlər. Ləzzət və şadlıqların kəsilməsini və günahların qalmasını yada salın. Ola bilməz ki, Allah bəndənin üzünə şükür qapısını açsın, amma artım qapısını onun üzünə bağlasın. Dua və istəmək qapısını açsın, amma rəva olmaq qapısını üzünə bağlasın. Tövbə qapısını açsın, amma bağışlamaq qapısını onun üzünə bağlasın. İnsanların cömərtliyə ən layiqlisi cömərtlərin onda kök atdığı kəsdir. Ədalət işləri öz yerinə qoyur. Səxavət isə onları öz yerindən çıxardır. Ədalət hamını saxlayır. Səxavət isə ancaq bəxşiş edilmiş şəxsə xeyir verir. Buna görə də ədalət daha şərəfli və daha üstündür. İnsanlar bilmədikləri şeyin düşmənidirlər. Davam etdirilən az iş, yorğunluq gətirən çox işdən daha yaxşıdır. Birində təəccüblü bir sifət və xislət olsa, onun bənzərlərini gözləyin. Dinin hökmlərini bilmədən alver edən kəs ribaya batar. Kim kiçik müsibət və kədərləri böyük saysa, Allah onu onların daha böyüyünə düçar edər. Növündən asılı olmayaraq zarafat etmiş hər bir şəxs mütləq ağlının bir hissəsini müəyyən şəkildə itirəcəkdir. Adəm övladının fəxr etmək və öyünməklə nə işi ki, əvvəli nütfə, axırı isə iylənmiş leşdir. Nə özünə ruzi verir, nə də öz ölümünü dəf edir. Zənginlik və yoxsulluq vəziyyət məlum olandan və əməllər Allaha göstəriləndən sonradır. Sizin canlarınızın qiyməti və dəyəri ancaq cənnətdir. Buna görə də onları həmin qiymətdən başqa heç nəyə satmayın. İki yeyən doymaz. Elm axtarış arzusunda olan və dünya istəyən. İmanın nişanəsi budur ki, sənə ziyan vuracaq yerdə doğru danışmağı sənə xeyir gətirəcək yerdə yalan danışmaqdan üstün tutasan və danışığın biliyindən artıq olmasın. Həmçinin başqası barəsində danışmaqda Allahdan qorxasan. Səbir və tələsməmək bir qarından olan əkizlərdilər ki, onları himmət və möhkəm iradə doğur. Qeybət etmək və arxasınca danışmaq aciz şəxsin cəhdidir. İnsanlar üçün elə bir tikanlı zaman gələcək ki, onda varlı əllərində olanlarla möhkəm sancacaq, halbuki bu işə əmr olunmayıb. Bir-birinizə yaxşılıq etməyi unutmayın. Həmin zamanda pis əməl sahibləri qalxaraq öyünər, yaxşı əməl sahibləri isə xar və zəlil olarlar. Və acizlər və biçarələrlə alver edərlər. Halbuki Allahın Peyğəmbəri acizlərə yemək satmağı qadağan edib.